Salam əziz şagirdlər. Bugün sizə kimyəvi reaksiyanın sürəti ilə bağlı 31-ə qədər olan testlərin izahını vermişdim. Əgər onu izləməmisinizsə, bir öncəki videomda bunlar haqqında, yəni bu testlərin izahı haqqında məlumat vermişəm. Bugün isə sizə 32-dən axıra qədər olan testlərin izahını verəcəm. Deməli uşaqlar, 32-ci testə baxaq. Deyir ki, bizə reaksiya verib və bu reaksiyada azot 2 oksidin, yəni baxın NO-nun başlanğıc qatılığını 7.5, 10 saniyədən sonra qatılığı 1.5 olmuşdur. Yəni bu 1.5 onun son qatılığıdır. Və bu reaksiyanın NO-ya görə sürətini hesablamamızı istəyir. Deməli uşaqlar, düsturumuz nə edir? V bərabərdir. Deməli, C2 çıxılsın, C1 bölünsün tau. C2'miz uşaqlar 7.5'dir. 7.5 daha sonra son 1.5'dir. Taumuz isə uşaqlar 10'dur. 7.5'dən 1,5'i çıxanda eləyir 6. 6'nı da deməli ona böləndə uşaqlar eləyir 0.6. Deməli bu reaksiyanın NO-ya görə sürəti 0,6'dır. Baxın, buna görə əsasən elədik biz. Yuxarıda biz qatılığı qoyuruq. Burada saniyənin yerinə 10 saniyə yerini qoyuruq və böldükdə alırıq 0,6. Uşaqlar, 33-cü sualda deməli reaksiyanı verib, metanın ilkin qatılığını və son qatılığını verib. Və 10 saniyədən sonra biz tapırıq ki, metanın qatılığı nə qədərdir? Tapırıq metanın qatılığını 0,5-dən 0,1-i çıxıb bölsək ona eləyir 0,4. Uşaqlar, indi diqqət edin. 0,4 təbii ki, cavablarda yoxdur. Ancaq əgər bu açıq sual olsaydı da, bizim 0,4 götürməyimiz yanlış olardı. Niyə görə uşaqlar? Çünki görün bizə şərtdə nə deyir? Bizə deyir ki, bu reaksiyanın hidrogenə görə sürətini hesablayın. Hidrogenə görə sürət, baxın, metanda 1 moldur reaksiyada. Nəticə itibarilə 3 mol hidrogen əmələ gəlib. Yəni, metanda nə tapmışıqsa uşaqlar, onu vuracaq 3-ə ki, biz burada hidrogenə görə sürəti hesablayaq. Deməli, metanı tapdıq 0,4. 0,4-ü 3-ə vuranda uşaqlar eləyir 0,12. Yəni, cavab burada E variantıdır. 34-cü sualda uşaqlar, deməli, qatılığın zamandan asılı olaraq dəyişməsini göstərir və X-in, Y-in, Z-in hansı maddələr, yəni bu reaksiyaya əsasən hansı maddələr olduğunu təyin etmemizi istəyir. Gəlin baxaq. Deməli, baxın, X 4-dən 3-ə düşüb. Yəni, X 1 mol sərf olunub. Y 0-dan 2-yə gəlib. 2 mol sərf olunub. Və Z isə 3-dən 1-ə düşüb. O da 2 mol sərf olunub. İndi, baxın, burada bizim deməli, reaksiyada 2 dənə 2 mol maddəmiz, bir dənə də 1 mol maddəmiz var. Deməli, X-imiz bizim burada uşaqlar oksigendir. Qalırıq indi SO2 ilə SO3-ün arasında. Bunu necə təyin edirik uşaqlar? Oxların istiqamətinə görə. Baxın, bu azalan ox bizə göstərir ki, Z başlanğıc maddədir. Çünki biz nə deyirdik? Zaman keçdikcə başlanğıc maddələrin qatılığı azalır. Deməli, Z uşaqlar bizdə başlanğıc maddədir. Yəni, SO2-dir. Y isə uşaqlar alınır və onun qatılığı zaman keçdikcə artır. Ona görə bu reaksiya məhsuludur. Bu da olur uşaqlar bizdə burada Y. Deməli, Z plus X alınır Y. Deməli, burada uşaqlar doğru cavab olur D variantı. 35-ci sualda eyni qayda ilə uşaqlar, biz burada Y-in, X-in və Z-in molunu tapırıq. Bura əsasən hansı maddələr olduğunu təyin etməyə çalışırıq. Deməli, X burada demək 1-dir. Y 0-dan 2-yə gəlib 2-dir. Z də 3-dən 1-ə düşüb 2-dir. Deməli, dedik ki, X-imiz 1 moldur. Burada bir dənə bizim 1 mol oksigenimiz var. Təbii ki, azalan olduğuna görə də bunu təyin edirik. Həmçinin Z də burada azalırsa, deməli, Z də başlanğıc maddədir. NO2 isə uşaqlar Y-dir, o isə artandır. Deməli, burada cavab olur A variantı. 36-cı sualda uşaqlar, deməli, deyir ki, 2 dəqiqədə 16 mol azot sərf olunubsa, reaksiyanın azota, hidrogeni və amoniaka görə sürətini hesablayın. Deməli, və qabın həcmini verib 2 litr. Deməli, uşaqlar, bizim saniyəmiz də var, yəni dəqiqəmiz verib, bunu saniyəyə çevirəcəyik. Molumuz da var və həcmimiz də var. Deməli, uşaqlar, biz bu düsturda yerinə qoysaq, daha doğrusu uşaqlar, saniyəyə çevirməyə ehtiyac yoxdur, çünki bizə düsturda dəqiqə ilə ifadə etməyimizi istəyir, elə 2 dəqiqə olduğu kimi qalacaq. Nə edirik? Əvvəl azota görə biz sürəti tapaq, çünki azota görə həm dəqiqəni verib, həm molu verib, həm də həcmi verib. Mol 16-dır, bölürük 2 dəqiqəyə. Vurulsun 10-a. Buradan uşaqlar hesablama aparsa 16-nı bölsə 20-yə eləyir 0,8. Və uşaqlar azota görə sürətini tapdıq 0,8. İndi diqqət eləyin bura. Azot və hidrogen arasında 3 mol fərq var. Yəni 1-in 3-ə 3 həcmdə reaksiyaya girir və alınır 2 həcm amoniak. Əgər azotun bir həcmi 0,8 isə hidrogen olacaq uşaqlar
0,8-i 3-ə vuranda eləyir 2,4. Amoniak isə uşaqlar olacaq 0,8-i 2-yə vursaq, baxın bu 2-yə görə olacaq 1,6. Deməli uşaqlar bu variantlara uyğun gələn 7. Azot 0,8-dir, hidrogen 2,4, amoniak da 1,6. 37-ci sualda deməli yenə də azota görə həm dəqiqəni, həm molu, həm də qabın həcmini verib. Nə edirik? 36-nı bölürük. 4 vurulsun 10-a. Tapırıq uşaqlar burada 0,9. Deməli, azota görə uşaqlar sürət 0,9-dursa, 3 dəfə ondan çox hidrogende olacaq 2,7. 2,7. Amoniakda da olacaq uşaqlar. Deməli, 2 dəfə ondan çox 1,8. Yəni 0,9-u 2-yə vuracaq, eləyəcək 1,8. Və bu cavaba uyğun gələn A variantıdır. 38-ci sualda uşaqlar Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən etməyimizi istəyir. Deməli, reaksiyalarımızı verib, həm ayrı-ayrılıqda, həm də ortaq cəhətlərini taparaq reaksiyaları, deməli, hansı məzmun doğrudursa, onu yerinə təyin etməyimizi istəyir. Gəlin baxaq, deyir ki, azotun qatılığını 2 dəfə artırsaq, birləşmə reaksiyasının sürəti 2 dəfə artır. Baxın, görün, burada cavablar bu şəkildə ifadə olunur. Deməli, uşaqlar, burada azotun qatılığını 2 dəfə artırdıqda birləşmə reaksiyasının sürəti 2 dəfə artır. Bu hər ikisinə uyğun gəlir uşaqlar. Çünki burada azot 1 moldur, burada da azot 1 moldur. Baxın, bunu da 2 dəfə artırsaq, bunu da 2 dəfə artırsaq, reaksiyanın ümumi sürəti 2 dəfə artacaq. Deməli, 2-yə uyğun gələn A'dır. Daha sonra, deyir ki, təzyiqin dəyişməsi tarazlığın yer dəyişməsinə təsir etmir. Baxın, o təzyiqin dəyişməsi tarazlığın yer dəyişməsinə o zaman təsir etmir ki, solda və sağda eyni həcmdə maddələr alınsın. Baxın, azotla oksigen, azot 1 moldur, oksigen də 1 moldur. Solda cəmi 2 həcm qaz var, sağda da cəmi 2 həcm qaz var. Burada isə azot 1 moldur, hidrogen 3 moldur, 4 həcm qaz var, sağda isə 2 həcm qaz var. Dedi ki, o zaman təsir etmir ki, hər ikisi də bərabər olsun. Deməli, burada 1-ə uyğun gələn uşaqlar, baxın, B variantıdır. C-də deyir ki, təzyiqin 2 dəfə artırılması birləşmə reaksiyasının deməli sürətini 14 dəfə artırır. Bu nə deməkdir uşaqlar? Deməli, mola görə baxırıq. Baxın, bu da 1 moldur, bu da 1 moldur. Ümumilikdə 2 dəfə artırsaq bunu uşaqlar, 2-nin üzərinə 2, 2 üzərinə 2 niyə yazırıq? 1 plus 1. Çünki bu da 1 moldur, bu da 1 moldur. Eləyir 2. Ümumi artırsaq sürəti 2 dəfə, burada 4 dəfə artacaq. Burada isə uşaqlar cəmi 4 həcm qaz var deyə. 2 üstü 4 uşaqlar eləyəcək 16. Ona görə də deməli 3-ə uyğun gələn C-dir. D-də uşaqlar deyir, azotun qatılığının artırılması tarazlığı sağa yönəldir. Bu da uşaqlar deməli buna aiddir. Baxın. Deməli tarazlıq o zaman sağa doğru yönələr ki, sağda qatılıq, daha doğrusu burada uşaqlar burada deməli azotun qatılığının artırılması deyir. Baxın, azot burada həm soldadır, burada da soldadır azot maddəsi. Buradakı qatılıqları artırsaq, tarazlıq hara doğru yönələr? Azalan tərəfə doğru, yəni reaksiya məhsullarına sağa doğru yönələr. Ona görə D hər ikisinə də uyğundur. Deməli, burada uşaqlar doğru cavab olur A variantı. 9-cu testdə uşaqlar reaksiyaya daxil olan maddələrimizi verib, hər birinin qatılıqlarını verib və ümumi reaksiyanın sürətini verib. Və bizdən uşaqlar bu reaksiyanın sürət sabitini hesablamamızı istəyir. Sürət sabiti necə hesablanır uşaqlar? Biz dedik ki, sürətin müxtəlif düsturlardan ifadə üsulu var. Birində əgər qatılıq veribsə qatılıqla, sürət sabitini tapmaq istəyirsə sürət sabiti ilə bağlı olan düstur bir fərqlidir. Baxın, o düstur budur. B bərabərdir uşaqlar. K vurulsun C, vurulsun C. Uşaqlar, burada C birinci maddənin qatılığı, yəni birinci maddənin qatılığı uşaqlar 0,1-dir. İkinci maddəmizin qatılığı isə uşaqlar 0,3-dür və 0,3-ün də əlavə üzərinə onun qüvvətini, yəni onun əmsalını yazmalıyıq, yəni qüvvət şəklində yazmalıyıq. Və buradan biz uşaqlar K-nı tapmalıyıq. Ümumi sürəti də verib 9 vurulsun, 10 üstü -3. Buradan K-nı tapsaq uşaqlar K bərabər olur. Deməli, 9 vurulsun 10 üstü -3 bölünsün. Deməli 0,9 vurulsun 0,1, yəni 0,9-a. Oradan da hesablasaq uşaqlar tapacağıq ki, deməli sürət sabiti 1-ə bərabərdir. Əziz şagirdlər, 41-ci sualda deyir ki, qrafik əsasən nə doğru deyil.
Deməli, biz qrafikdən nəyi görürük? Nöynün, yəni moldan zamana asılı olaraq, yəni deməli, nitrat turşusunun parçalanmasıdır. Parçalanmasından alınan məhsulları görürük. Uşaqlar, daha doğrusu birləşmə reaksiyasıdır. Çünki baxın, NO2, su və oksigen aşağıya doğru gedib zaman keçdikcə molu azalır və nitratın hissi artır. Deməli, bunlar başlanğıc maddələrimizdir. Bu isə reaksiya məhsulumuz. Gəlin indi baxaq hansı doğru deyil. Deyir ki, reaksiya axıra qədər getmişdir. Bu doğrudur uşaqlar. Niyə görə? Çünki baxın, əgər ox başlanğıc maddələrin baxın bu oxu sona qədər, yəni bu xəttə qədər yaxınlaşırsa və ona dəyirsə, deməli bu reaksiya axıra qədər getmişdir. Bu bizə maraqlı deyil. Bizə hansı doğru deyil o variantı istəyir. İkincidə deyir ki, reaksiyaya daxil olan maddələrdə oksigen atomlarının sayı 12-dir. Reaksiyaya daxil olan maddələrimiz dedik NO2-dir, sudur, bir də oksigendir. Mollarına baxsaq, məsələn, NO2 baxın uşaqlar 4 moldur. Su 2 moldur, oksigen də 1 moldur. Gəlin indi atomlarına baxaq. 4 oksigen burada 2 dənədir. 4-ü vurduq 2-yə, burada 8 atom oksigen var. Burada 1-dir, 2 mol suda 1 dənə oksigen var. Vururuq 2-yə 2. Burada da uşaqlar 1 mol oksigendə, oksigende də 2 atom 2. Cəmləyən uşaqlar eləyir 12. Deməli bu da doğrudur. Və sonunda deyir ki, reaksiyaya daxil olan maddələrin ümumi kütləsi 284 qramdır. Uşaqlar, reaksiyaya daxil olan maddələrin kütləsi 284 qram olmur. Niyə görə? Əgər biz parçalasaq, əgər biz bunun daha doğrusu birləşmə reaksiyasını yazsaq, sonda 4 mol bizdə nitrat alınacaq. 4 mol nitratda uşağın nitratın öz kütləsi ml 63-dür. 63-ü 4-ə vuranda uşaqlar 284 eləmir. Ona görə də burada yalnız 3 doğru olmayan variant. Şagirdlər, 42-ci sualda deyir ki, N mol X və N mol Y reaksiyaya gedir, alınır K mol Z. X, Y və Z maddələrinə görə reaksiyanın sürətlərini tayin etməyimizi istəyir. Yəni bu sürətlər üçün hansı ifadələr doğrudur, onu tapmaq istəyir. Deməli uşaqlar, baxın, ümumiyyətlə yadınızda saxlayın ki, sürətlə zamanda, yəni ümumiyyətlə V-nin düsturu necədir? Mol bölünsün, litr vurulsun saniyə. Yəni zamanla bir maddənin molu həmişə düz mütənasib olur. Deməli və bu əgər bizə heç bir parametr verilməyibsə, sadəcə molla verilibsə, molla tapmaq daha rahat olur. Məsələn, X uşaqlar 4-dən 3-ə gəlib. Deməli X-dan 1 mol sərf olunub reaksiya zamanı. Y baxın 3-dən 0-a gəlib. Yəni Y-dan 3 mol sərf olunub. Z-dən isə uşaqlar 2 mol sərf olunub. Deməli X-imiz 1-dir. Daha sonra Z-imiz 2, Y-imiz də 3. Uşaqlar, burada deməli birinci doğru cavab olacaq. Çünki X 1 olduğuna görə, Y də 3 olduğuna görə 3 bərabər olur, 3 vurulsun 1. Yəni bu bərabərlik doğrudur. Bir də üçüncü doğru olacaq. Z, yəni 2 bərabər olacaq, 2 vurulsun, X da burada 1-dir. 1-ə. Deməli, burada doğru cavab olacaq 1 ilə 3. Daha sonra 43-də də yenə uşaqlar, biz burada bərabərliklər tapmalıyıq. Baxın, X 3-dən 1-ə gəlib, X-dan 2 mol sərf olunub. Z burada 1-dən, 0-dan, baxın, bura 0 nöqtəsidir. 0-dan 1-ə gəlib, burada 1 mol sərf olunub. Və bunu dedik 2 moldur. Y isə uşaqlar 1-dən 0-a gəlib, o da 1 mol sərf olunub. Deməli, burada bir-birinə bərabər olanlar Z ilə Y-dir. Yəni, baxın, 3-cü variant burada doğrudur. Bir də uşaqlar, ikinci variant doğrudur. Yəni, X, yəni, baxın, 2-dir. Y də 1-dir. 2 vurduq 1-ə, 2, yəni buna bərabər oldu. 2, 3. 44-də uşaqlar deyir ki, X, Y, baxın bu reaksiyaya əsasən X maddəsinə görə sürət 1, X maddəsinin başlanğıc qatılığını verib, neçə saniyədən sonra onun qatılığı bu qədər olar. Yəni son qatılığı bu qədər olar. Deməli uşaqlar, yenə düsturumuza yadımızda salaq. V bərabərdir. Demişdik, qatılıqlarla olan bir dənə sürət düsturumuz var. O da budur. Bölünsün, deməli tau. Baxın, bizə sürəti verib 1. C2-ni də verib başlanğıcı, sonu da verib. 2,5-dən 1,5 çıxacaq. Bu ortadakı mənfi işarəsi çıxmadı. 2,5-dən 1,5 çıxanda eləyib 1. Uşaqlar, deməli, və bizə deyir ki, bu tau neçə olar? Yəni, neçə saniyədən sonra bu qədər qatılıq. Biz də bilirik ki, deməli, bu da 1-dir, bu da 1-dir. Tau da bərabər olacaq. Deməli, 1 bölünsün 1, o da 1. Ümumilikdə cavab burada 1 olur. 45-də uşaqlar, deməli, Z reaksiyasının sürətini verib bu qədər. X-in ilkin qatılığını verib, yenə neçə saniyədən sonra qatılıq bu qədər olar. Nə eləyəcəyik? 5-i bərabər eləyəcəyik, sürəti bərabər eləyəcəyik. 40 çıxılsın 10, yəni 30-a.
bölünsün tauya. Taunu bilmirik. Taunu da tapırıq ki, 30'u da 5'ə böləndə deməli eləyir 6. Deməli 6 saniyədən sonra x-in qatılığı 10 mol bölü litr olacaq. Sonra uşaqlar 46-cı sualda bizim məşhur Van 't Hoff qanunu düsturudur. Bu düsturda bilirik ki V2 çıxılsın V1 bərabərdir. Deməli teta üstündə T2 çıxılsın T1 bölünsün 10. Bu bizim deməli bizə məlum olan düsturdur. Buradan x-i tapmamızı istəyir. Deməli V2 çıxılsın V1 bərabərdir 3 verib bizə taunu üzərinə T2 çıxılsın T1'i zaten verib 30. Düsturda da var idi 10. 30'u 10'a böləndə eləyir 3. Yəni 3 üstü 3. X bərabərdir 3 üstü 3. O da eləyir 27. 47-ci sualda uşaqlar deyir ki, deməli qrafikə əsasən deməli reaksiya sürətinin temperatur əmsalını bu qədər verib. Bu reaksiyanın son temperaturunu hesablamamızı istəyir. Deməli baxın V2-ni də V1-i də verib. V2 bölünsün düsturumuz nə idi? V2 bölünsün V1. Yəni 3,2-ni 0,2-yə böləndə eləyir 8. 8 yox, daha doğrusu 16. Bərabərdir. 4'ü verib. 4'ün üzərində neçə olmalıdır ki, bu 16 olsun? Əlbəttə ki, 2. 2 olması üçün də, yəni biz x-i bölməliyik 10'a. Daha doğrusu 20'ni bölməliyik 10'a ki, 2 eləsin, onda 16 eləsin. 20 olması üçün uşaqlar 70'i verib. T2 çıxılsın T1 idi də uşaqlar düsturumuzda. T2 də 90 olmalıdır ki, 90'dan 70'i çıxanda eləsin 20, 20'ni də 10'a böləndə eləsin 2, o da bərabər olsun 16'ya. Deməli, bizim o ikinci son temperaturumuz 90 dərəcədir. 48-ci sualda uşaqlar, deməli, bu reaksiyanı verib, oksigenin qatılığının zamanın asılılığını verib. Reaksiyanın, deməli, kimyəvi reaksiyanın oksigenə görə sürəti bu qədərdirsə, x-i hesablamamızı istəyir. Deməli, uşaqlar, sürəti yazırıq 0,14 bərabərdir. Qatılıqla bağlı bizim düsturumuz necə idi? Bundan çıxırdıq bunu, bölürdük zamana. 5,6-dan x-i çıxırıq. Bölürük zamanların fərqini. Yəni 30'dan 10'u çıxırıq, eləyir 20. Baxın, bizdən burada bu x-i tapmamızı istəyir. X da bərabər olur uşaqlar. 2,8'ə hesablasanız özünüzə tapacaqsınız. Daha sonra 49-cu sualda eyni qaydadadır. Yenə oksigenə görə sürəti verib. Bunu da özünüz hesablayarsınız. Uşaqlar deməli deyir ki, deməli 0,21 bərabərdir. Burada artıq bizə C2'ni verməyib. Ona görə yazırıq x çıxılsın 2,8. 30'dan da 10'u çıxanda 20. Uşaqlar, baxın biz burada x-i tapmalıyıq. Olacaq, deməli 7. 50-ci sualda uşaqlar, deməli məntiqi sualdır. Temperaturlar hər 20 dərəcə artdıqca baxırıq ki, reaksiyanın sürəti olur 2, burada nəsə olur və burada 32. Deməli, Van 't Hoff qanununda belə bir ifadə var idi ki, reaksiyanın sürəti, daha doğrusu temperatur hər 10 dərəcə artdıqca uşaqlar reaksiyanın sürəti 2, 4 dəfə artır. Burada isə baxın, temperatur 10 dəfə yox, 20 dəfə artıb. Daha doğrusu 20 ədəd artıb da, yəni 40, 60, 80. Hər 20 dərəcə artdıqda isə uşaqlar, bu 10 dərəcəyə aiddir. Baxın, bu 2. 10 dərəcə artdıqda 2 artır sürət. 2 dəfə artır. Amma bu 20 olduğu üçün bizdə şərtdə, testdə olacaq 4 dəfə artım. Necə olur o? 40'dan 60'a doğru gəldikcə 2'ni vuracaq 4'ə eləyəcək 8. 60'dan da 80'ə gəlib 20 dərəcə artdıqda 8'i də vururuq 4'ə eləyir 32. Deməli, bu x uşaqlar bizdə 8 imiş. 51-ci sualda həcmi verib, daha sonra reaksiya görə sürəti də verib, 5 dəqiqə ərzində neçə qram efir alınır, bunu tapmamızı istəyir. Bunun üçün biz əvvəlcə uşaqlar, baxın, bizdə nəyi verib? Dəqiqəni də verib, görürsünüz, litri də verib, amma molu verməyib. Bu 0,2 sürətdir. Baxın, 0,2 mol bölünsün, litr vurulsun dəqiqədir də vahidi. Molu verməyib, litr verib 2, dəqiqəni də verib 5. X-i tapırıq 2 uşaqlar. 2 mol. Bunu tapmamız ona görə bizə lazımdır ki, həmin o 2 molda uşaqlar neçə qram efir var onu tapaq. Efirimiz də budur, 74'dür. 74 onun 1 moludur uşaqlar. 2 molda isə
bu qiymət olacaq, deməli 148. Yəni doğru cavab baxın budur 148. 52-ci sualda uşaqlar deyir, həcmi 2 litr olan məhlulda, deməli, yenə bu hissələr bizi maraqlandırmır. Deməli, reaksiyanın sürətinin F-nə görə, deməli, 0,2 mol bölünsün litr olsun dəqiqə verib, 5 dəqiqəni də verib. Deyir ki, neçə qram efir alınır? Neçə qram efir alınmağını bilməyimiz üçün uşaqlar əvvəlcə biz burada molu tapmalıyıq. Eyni qayda ilə. Yazırıq 0,2 bərabərdir x, yəni molu bilmirik, amma biz bilirik ki, litrimiz 2-dir, dəqiqəmiz də 5-dir. Və burada x-i tapırıq. 0,2-ni 10-a vuranda uşaqlar eləyir 0,2. Всё. Molu tapdıq. 0,2-ni vuranda 88-ə eləyəcək 17,6. Doğru cavabımız 17,6. Üçüncü sualda uşaqlar deyir ki, reaksiya 40 dərəcədə 10 saniyəyə başa çatırsa, həmin reaksiya hansı temperaturda 5 saniyəyə başa çatar? Deməli uşaqlar, biz bilirik ki, ümumiyyətlə temperaturu artırdıqca reaksiya daha sürətlə gedir və daha az zamanda biz bu nəticəni alırıq. Deməli, bu hansı temperaturda deyirsə, deməli, temperatur 40 dərəcədən çoxdur ki, yəni biz temperaturu artırmışıq ki, artıq reaksiya 10 saniyədə yox, 5 saniyədə başa çatır. Gəlin, indi bunu tapaq. Biz deyirik ki, deməli, V2 bölünsün V1 ilə olan ifadəsini biz bilirdik düsturun. Yəni, sürəti verdikdə, oradakı temperaturu və yaxud da hər nə isə verirsə, tapmaq asan olurdu. Zamanda isə uşaqlar V2 bölünsün V1 yox, T1 bölünsün T2 olur. Çünki sürətlə zaman bir-birinin əksidir. Reaksiya nə qədər çox sürətlə gedirsə, o qədər qısa zamanda nəticə alınır. Ona görə də uşaqlar biz nə edirik? T1-i bölürük T2-yə. Yəni V2 bölünsün V1 bərabər olur T1 bölünsün T2. Yəni bir-birinin əksi. T1-imiz 10-dur uşaqlar, T2-miz də 5. Bərabər eləyirik. Deməli 2 üstü x çıxılsın 40 bölünsün 10. X uşaqlar burada olur 50. Ümumiyyətlə 40 çıxılsın x niyə yazmırıq uşaqlar? Çünki dedik ki, bu 30 dərəcə ola bilməz. Yəni 30 dərəcə olmağı üçün yəni bu gərək böyük bir zaman burada olardı. Ancaq temperaturu artırmalıyıq ki, 5 saniyədə daha qısa zamanda reaksiya başa çatsın. Burada da niyə 50 yazdıq? Çünki onu 5-ə böləndə eləyir 2 uşaqlar. 2 üstü neçə olsa 2 eləyər elə, üstü 1 olsa. 50-dən də 40-ı çıxıb böləndə ona eləyir 1. Ona görə də x 50 dərəcə götürdük. 54 uşaqlar, deməli, başlanğıcında 10 saniyədən sonra qatılığı bu qədər olub, reaksiyanın oksigenə görə sürəti bu qədərdirsə, oksigenin başlanğıc qatılığını tapın. Yenə də sürəti verib, başlanğıc qatılığını bilmirik, amma son qatılığını bilirik. 10 saniyəni də yazırıq bura uşaqlar. Orada bərabər olur nəyə? X çıxılsın 0,2 bərabərdir. 0,3 ona böləndə, ona vuranda daha doğrusu eləyir 0,3. X də bərabər olur uşaqlar. Buradakini keçərdəndə 0,3-ün yanına 0,2-ni gətirəndə eləyir 0,5. 5-ci sualda deyir ki, deməli, amoniakın parçalama reaksiyasını görürük. Bu reaksiyada reaksiyanın azota, hidrogenə və də amoniaka görə sürətini tapmamızı istəyir. Bizdə zaten amoniakın qatılığının zamanın asılılığını verib. Biz burada amoniakın sürətini tapsaq, uşaqlar V-ni V bərabər olacaq. Deməli, biz dedik ki, qatılıqlarının demək, fərqini yazırıq, bölürük zamanların fərqinə. 1,8-dən 1-i çıxanda eləyir 0,8, böləndə ona uşaqlar eləyir 0,8. Deməli, baxın, bu Z amoniakla ifadə olunan bu Z-dir. Z bərabər olacaq uşaqlar C-yə, yəni 0,8-ə. Y, yəni hidrogen. Hidrogen qalsın uşaqlar. Hidrogen çünki bu 2-dir, bu 3-dür. Əvvəl azotu tapaq. Azotun sonra tapdığımız o 1 mola görə vuracaq 3-ə, hidrogenə görə sürəti tapacaq. Azota görə sürət amoniakdan, deməli, baxırıq ki, amoniak 2 moldur, azot 1 moldur. 2 molu 0,8 isə 1 mol olacaq 0,4. Yəni, uşaqlar, azota görə sürəti olacaq 0,4. İndi 0,4 1 moldursa, 3-ə vuranda eləyir uşaqlar 0,12. Yəni, uşaqlar, deməli, hidrogenə də görə uyğun variant olur Y.